Deməli uşaqlar, DIM test toplusunda yer alan işıq kvantları mövzusuna aid olan yeni bir sualın izahına baxacağıq indi. Deməli sualda bizə deyir ki, nü bölünsün, nü minimal bərabərdir 3 olarsa, fotoelektronların kinetik enerjisinin çıxış işinə olan nisbətini hesablayın. Deməli uşaqlar, bizdən soruşduğu nədir? Kinetik enerjinin çıxış işinə nisbəti. Baxın uşaqlar, bizdən bunu soruşur. İndi mənə verilən bax bu məsələdə baxıram ki, bu nisbət 3-ə bərabərdir. Onda yazaq buradan, nü bölünsün, nü minimal nəyə bərabərdir? 3-ə bərabərdir. Buradan deməli tezliyi tapsaq, alırıq ki, nü bərabərdir 3 nü minimal. Yəni tezlik qırmızı sərhəd tezliyindən 3 dəfə böyükdür. Fotoeffekt üçün Einstein tənliyindən bilirik ki, fotonun enerjisi çıxış işi ilə kinetik enerjinin cəminə bərabərdir. Digər tərəfdən bilirik ki, fotonun enerjisi H nüyə bərabərdir. O da bərabər, deməli A çıxış üzərinə gəlinsin, Y kinetik. Deməli uşaqlar, baxın, bu H nü ifadəsində nü'nün yerinə gətirib 3 nü minimal yazsaq, belə bir ifadə alırıq. 3 H nü minimal bərabərdir, çıxış işi üzərinə gəlinsin, Y kinetik. Digər tərəfdən uşaqlar, dərs izahından bilirsiniz ki, çıxış işinin, deməli, qırmızı sərhəd tezliyinə olan düsturu H nü minimala bərabərdir. Düzdürmü? Onda, əgər bu hissə bizə çıxış işini verirsə, onda mən nə yazmalıyam? 3A çıxış bərabərdir. A çıxış üzərinə gəlinsin Y kinetik. Buradan da kinetik enerji nəyə bərabər olur? 2 A çıxışa bərabər olur. Bizdən də istədiyi nə idi? Kinetik enerjinin çıxış işinə nisbəti. Onda gətirib kinetik enerjinin yerinə 2A çıxış yazsam, bölünsün çıxış işi, bunlar ixtisar gedir, nisbət bizə 2-ni vermiş olur. Yəni sualımızın doğru cavabı 2-yə bərabərdir.